İmam İbnül Cevzi, Əbul Farac, Cəmaluddin, rahiməhullah, Allah rəhmət eləsin. Gözəl bir söz deyib, çox əzəmətli sözdür. Buyurur ki, Əl-meyyitu, ölünü vəsf edir. Yəni, baxmayaraq ki, insanın bədəni diridir, yaşayır, amma həqiqətdə ölüdür. Kimdir o? Deyir ki, Əl-meyyitu mən lə yəfqahu məzə li rabbihi minəl hüquq. Ölü odur ki, Rəbbinin öz üzərindəki olan haqlarını anlamır. Bax, o ölüdür deyir. Nə demək istəyir? Allah rəhmət eləsin. Demək istəyir ki, insanın bədəni yaşasa da, diri olsa da, əgər o məsuliyyəti dərk etmirsə, Rəbbinin üzərindəki olan haqlarını, hüquqlarını bilmirsə, yəni Allah ona nə əmrlər edib, vacibatlar və s. Bunu anlamırsa deyir, o ölüdür deyir. O ölü insandır deyir, baxmayaraq ki, yaşayır həyatda. Xülasə, demək istədiyi odur ki, həqiqi həyat Allahın haqqını bilib, onu əməl etməklə olur. Həqiqi həyat budur, qardaşım. Əgər bu səndə yoxdursa, sən ölü kimi şeysən.